Hanım, bu malı yığırıq istifadə qaydasında deyirik. De qardaş. Bax üstünə yazmışam. Dərman dizel. Nə qədər dərman qatsan, o qədər dizel qat. Bu da sudur. Soyutma sistemi olan şeydir. Deyək ki, akkumulyatorun yoxdur, bax. Bunu açırsan, bunu açırsan. İstəsən bunu açıb bununla da xotlaya bilirsən. İndi açmıram, var ya, bu format. Bununla da xotlaya bilirsən. Plus da içində akkumulyator var. Bu starter modeldir. Yəni bu ən pis hallarda lazım ola bilər. O hallarda düşməyəsin inşallah. Bax bunu taxtını var bura. Bax. Bax keçdi yerinə. Basanı görürsünüz. Starter artıq buna başlayır tok verməyə. Deməli 2 dənə kalibrator var bunun. Bura mütləq 92 yox, 95 benzin tökürsən, bunları kaçatlayırsan. Bunları basırsan, bura benzin gəlir. Benzin gələndən sonra Çox qaçatlamaq lazımdır da satmasın. Hə, biraz. Sonra bunu bir dənə belə elədin, saxladın, xotdandı, buraxdın. Xotdandı, buraxdın, biraz qızdı bura. Bura qızandan sonra krandı cüzi. Bax, hər ikisini bu qədər açdın. Eyni qaydada. Açdın, başlayır duman verməyə. Deməli, bu formada. Biri su krantıdır, biri yanacaq krantı. İndi özün istifadə edin, dilin biləsən. Yəni ki, birini çox açanda görəsən, duman qatılaşdı, deməli dizel krantıdır. Az açanda, az ver, duman azalsa, deməli su krantıdır. Bax, belə, bu formada. Bütün rayonlarda göndərilmə var, 099 712 0719. İçində də bax, belə qulaqlığı verir səsinə görə. Sonra əleyh qaz maskası, yəni zəhərlənməyəsiniz deyə. Bax, belə maskası da var. Yəni, hər şey var içində. Çupudur, krantıdır, bax, benzin asma kəmərdir. Siyasi əlaqə təxliyə 099 712 0719. İstifadə edib qutarandan sonra bunun içində benzin qalsa 95 benzin. Onu içindən çəkib çıxardırsınız. Hə, bir də. Qutarandan sonra dərmanları tutardınız, sırası bunu söndürmürsünüz. Krantları bağladınız. Bunu bu formada baş aşağı tutursunuz, Vəssalam. Ondan sonra krantı bağlayandan sonra baş aşağı tutursunuz ki, içindəki olan bütün dizeli yanacaq tökülsün yerə. Yoxsa alışma baş verir. Belə.